9 ilin həsrətinə son qoymağına artıq günlərimiz qalıb. Qızımız ağır yumurtalı polikistoz sindromu, zəif folikular, hormonal problem, bağlı borulardan əziyyət çəkirdi. Yanıma gəlmişdi 3 ilə yaxın ara-ara ilə. İlk dəfə hormonları normal saldıq. Sonra boruları açdıq. Sonra borular təkrar açıldı və bağlandı. Təkrar ikinci dəfə boruları açdıq. Hətta bir boru açıldı və bir boru bağlı qaldı. Folikular başladıq yetişdirməyə, amma nəticə yox idi. Folikular keyfiyyətsizlik deyənə maylanma getmirdi. Genetik faktoru var idi və sairə problemləri. Hətta folikul yetişdi, partladı, həmləlik baş vermədi. Süni maylanma olmağına məcbur olduq, amma o da uğursuz oldu. Əşkar olundu ki, keyfiyyətsiz folikullardır. Sonra təkrar müalicəmizi gücləndirdik və təkrar həmləlik baş vermədi. Qızımız həmişə gələndə ağlayırdı, fikirləşirdi. Ay qalmadım, folikul yetişdi. Nəyə görə axı qalmadım? Axı nəyə görə qalmadım? O biri qaldı, bu biri qaldı, bu biri qaldı, mən qalmadım. Sonra qızımızı göndərdim psixoloqa, nevropatoloqa. Dedim ki, mənim müalicəm bitdi, artıq beynin sakitləşməlidir. Nə qədər fikirləşsən həmləlik baş vermir. Həqiqətən belə də oldu. Gəldi qızımız testlə, test göstərdi, həmləlik oldu. Həmləliyimiz çətin keçdi, qanaxma, hematoma, düşük riski, uşaqlıq boynu qısalırdı, açılırdı. Ona baxmayaraq düzgün diaqnoz, düzgün müalicə, səbrimiz axıra çatdıq, artıq günlərimiz qalıb. 38 həftə Tamdı, bəli, 38 həftəyə tamam çatdıq. Sizi təbrik edirəm. Çox sağ olun. Ana olasınız. Sizin sayənizdə, göydə Allah, yerdə sizin sayənizdə. Hələ ki gözlərimə inanmıram. Adam hələ inanmır. Bəli. Nə bilim, sevinirəm. Allah bu sevincdən arzusunda olan hər kəsə qismət eləsin. Amin. Amin. Əlbəttə ki, indi rahatlıq, indi sevindik, hələ inanmır. İnşallah Allah körpəni sizin qucağınıza verənə 1-2-3 gündə inanması, sonra inanasın. Arzu edirəm ki, hamısına belə bir hisslər Allah qismət eləsin, hamısı belə sevinsinlər, hazırlaşsınlar. Ana olmağa biz kimi də sevinç dolu, xoşbaxt olsunlar. Sizi də təbrik edirəm. Mamıcıq olub sizi evə yola salır. Çox sağ olun.